Salam əziz dostlar, elm nəşriyyatından belə bir sual paylaşmışdıq. Həmin sualın izahını sizə təqdim edirəm. Uyğunluğu müəyyən edin. Sintaktik təhlili yalnız bir cür düşünülə bilər. Sintaktik təhlili bir neçə formada aparıla bilər. Deməli, biz burada baxırıq ki, birinci, dostumdan əvvəl Fəridi soruşdum. Bunu iki cür təhlil etmək olar. Nə etdim? Soruşdum. Kim? Mən. Kimi? Fəridim. Nə zaman? Dostumdan əvvəl. Birbaşa dostumdan əvvəllə bir yerdə götürüb bunu götürürük zərflik kimi. Bir də bunun təhlilini belə apara bilərik. Nə etdim? Soruşdum. Kim? Mən. Kimi? Fəridi. Nə zaman? Əvvəl. Kimdən soruşdum? Dostumdan. İki cür təhlilini aparmaq mümkündür. Ona görə bir olan variantları atırıq. Bir variantımız getdi. Gözəl danışırdı. Bunun təhlilini də iki cür düşünmək olur. Danışırdı. Kim? Gözəl. Gözəl sözünü mübtəda kimi götürürük. Bir də danışırdı. Necə danışırdı? Gözəl danışırdı. Yaxşı danışırdı. Yəni bunu zərflik kimi götürürük. Yəni gözəl sözü burada birinci təhlilimizdə mübtəda, ikinci təhlilimizdə isə zərflik kimi götürülə bilər. İki də təhlil oluna bilir. B variantı da getdim. Qaranlıqdan qorxma. Qorxma nədən? Qaranlıqdan. Burada başqa bir məqam yoxdur. Təhlili yalnız bir cür düşünülə bilər. Burada üçü götürürük. Sintaktik təhlili bir neçə formada aparıla bilər. Əşyalarım Təbrizdə qalmışdı. Qalmışdı. Nə əşyalarım? Kimdə? Təbrizdə. Bir də Təbriz sözünü biz məkan kimi götürə bilərik. Harada? Təbrizdə. Yəni iki cür təhlil etmək olar. Harada sualına cavab verdikdə onu biz zərflik kimi götürəcəyik. Kimdə sualına, yəni Təbrizi insan adı kimi düşündükdə kimdə sualına cavab verəcək, o zaman tamamlıq olacaq. Deməli, burada bizə lazımdır ki, bir neçə formada aparıla bilər. Deməli, buradan da 4'ü götürürük. 3'ü buradan götürmüşdük. Buradan da 4'ü götürəndə cavabımız olur D variantı. Diğerlərində isə bir cür təhlil özünü göstərir. Dilim topu quracaq. Bunu bir cür təhlil edə bilirik. Oyunun şərtləri Ramini maraqlandırdı. Bunu da bir cür təhlil edə bilərik. Maraqlandırdı. Nə oyun şərtləri, kimi Ramini.